Osteoxondroz, duzlaşma. Nə vaxt mən bu problemdən danışıram? Şərh bölməsində insanlar yazırlar ki, bunun əlamətləri bizdə də var. Kimdən soruşursan, deyir boynumda duzlaşma var. Bəs bu problemin qarşısını almaq üçün onlar hansı addımları atırlar? Əlbəttə ki, heç bir şey. Yəqin ki, gözləyirlər ya ağrı kəsici içəcəklər, ya maz krem istifadə edəcəklər, ya da yüngül bir masajla keçəcəyini düşünürlər. Bu yanaşmalar təəssüf ki, səhvdir. Osteoxondrozun birinci yaranma səbəbindən danışaq. Deməli, sümüklərimizdə kalsium çatışmazlığı başlayır və kalsiumsuzluğun əvəzinə bizim orqanizmimizə ağır metallar toplanmağa başlayır. Həmin ağır metallar kalsium kimi elastik bir maddə olmadığına görə onurğa yük götürmə qabiliyyətini itirməyə başlayır. Eyni pozisiyada saatlarla vaxt keçiririk. Onurğanın avtomatik amortizator funksiyası pozulduğuna görə, yük götürmə qabiliyyəti pozulduğuna görə orada müəyyən çatışmazlıqlar səbəbindən duzlaşma yaranmağa başlayır. Əslində bizim duz dediyimiz çöküntülər duz yox, əslində kalsinatlardır, yəni kalsium çöküntüləridir. Həmin kalsium ki bizim qanımıza yuyulmağa davam edir, amma qayıdıb sümüyə geri dönə bilmədiyinə görə başlayır bizim oynaqlarımızda toplanmağa. Xüsusilə boyun fəqirlərini daha çox əziyyətə salırıq, sonra toplanır. Kimisinin dizlərində şıqqıltıya səbəb olur, kimisinin topuqlarında, kimisi deyir ki, mənim dabanımda mahmuz əmələ yəni daban şporu dediyimiz əlamətlər yaranır. Yəni bu kalsinatlar osteofit formasında, yəni sümük çıxıntıları formasında gedib orqanlarda toplanmağa başlayırlar. Bəzi hallarda böyrəkdə daş yaradır, bəzi hallarda isə öddə çöküntülərə, bağırsaqda şılaqların yaranmağına səbəb olurlar. Əgər biz buna fəlsəfi yanaşma eləsək, əslində insan orqanizmi təkcə kalsium yox, 91 dənə maddənin elementindən təşkil olunaraq qurulmuşdur. Bu da 16 vitamin iştirak eləyir, 60 dənə mineral, 3 dənə doymamış yağ və 12 dənə amin turşu. İnsan orqanizmi hər gün bu maddələri qəbul etməlidir. Bəs qəbul eləməyəndə nə baş verir? Misal, kalsiumun əvəzinə toplanır, ora qurğuşun, civə, alüminium, kadmium, bu kimi ağır metallar, yaxud da gündəlik yeməklərimizin tərkibində olan nanoplastik, yəni plasmas hissəcikləri. Biz bədəndən birinci ağır metalları çıxartmalıyıq. Ağır metalı bədəndən çıxarda bilən, təəssüf ki, kimyəvi dərman forması yoxdur. Bu, yalnız Tianjiyə məxsus olan Tibet təbaqətinin kəşfi, yəni 2024-2025-ci il araşdırması olan xitazan məhsuludur. Biz xitazanı içməliyik ki, həm təbii xondroitindir, həm də ki, insan orqanizmindəki ağır metalları və nanoplastik hissəciklərini özünə birləşdirib çıxarda bilən yeganə maddədir. Artıq dünya kütləvi formada həmin məhsulu qəbul edir. Xitazan maddəsini araşdıra bilərsiniz, fərqli formalarda var, ancaq ən keyfiyyətli formasını Tianji istehsal edir, çünki tərkib baxımından 85-in 15 olmalıdır. 85% xitazan, 15% xitin maddəsi olmalıdır. Yaxşı, biz həmin ağır metalları çıxartdıq, qırdaqlarımızı oynaq mayısı bərpa elədik. Bəs sümüklərdəki çatışmazlığı nə ilə aradan qaldıra bilərik? Çünki sümüklər də təkcə kalsiumdan təşkil olunmuyor baxı. Bunun üçün də biz fermentasiya olunmuş, iyonlaşdırılmış, hazır formada kalsiumlar var ki, bunları istifadə edə bilərik.